Kadın insan hayatında bir mayak rolünü oynuyor. Ümumiyyətlə bir plastik cerrah kimi kadınların 8 Mart bayramı münasibətində onların təbrikini etmək və onlara öz ürək sözlərini, xoş arzularını arzulamaq bizim də mənəvi olaraq borcumuzdur. Çünki kadınlar bilirsiniz ki, ümumiyyətlə dünyada kadın dedikdə kadın anadır, kadın bacıdır, kadın həyat yoldaşıdır, kadın həyatda evladdır, hər şey. Yəni kadın dedikdə ümumiyyətlə yəni dünyanın canlı insan enerjisini daşıyan ən keyfiyyətli bir insanlığın ən gözəl varlığıdır ki, belə deyək ki, kadın həyatımızda çox böyük rolu var. Kadınlar bayramı münasibətilə 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə birinci mən bütün qadınlarımızı təbrik edirəm və onlara uğurlar arzu edirəm, can sağlığı arzu edirəm. Arzu edirəm ki, hər zaman gözəl və təravətli qalsınlar. Çünki qadınlarımızın bizim həyatımızda, ümumiyyətlə cəmiyyətdə, dünyada rolu çox böyükdür. Və qadınlarsız bir demək olar ki, cəmiyyətin işləri doğru gedə bilməz. Çünki qadın insan həyatında bir mayak rolunu oynuyor. Və həyatın gedişatında, cəmiyyətin qurulmasında, dünyanın istiqamətlənməsində, hal-hazırki dövrdə bilirsiniz, dünyanın ən çətin dövrlərindən birini yaşayırıq. Belə bir dövrdə belə qadın insanlarda bizim həyatımızda bir mayak kimi göstəricidir və stimuldur. Və mən qadınlarımızı təkrar təbrik edirəm. 8 Mart bayramı münasibətilə, Beynəlxalq Qadınlar Bayramı münasibətilə və onlar hər zaman olduğu kimi bizim başımızın tacıdır. Uzun ömür, can sağlığı və təravətli bir gözəllik arzu edirəm.